İsrailin baş naziri Benjamin Netanyahu etiraf edib ki, artıq Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'a heç təsir edə bilmir, yəni onun qərarlarına müdaxilə yaxud yol göstərmək, nətər deyək doğru dildə. Artıq İsrailin baş naziri Amerika liderini belə deyim də, İrana hücumlara yaxın şərqdə ki vəziyyəti daha da gərginləşdirməyə sövq etdirə bilmir, təhrik etdirə bilmir. Bunun bəzi səbəbləri var. Bəli, Donald Trump həqiqətən də İrandan sülh müqaviləsi istəyir və hər iki tərəfə sərf edən razılaşmaya yaxındılar. Çünki iyunda da 12 günlük savaş oldu. İndi də yəni fevralın 28-də başlayan döyüşlər 40 gün davam etdi, belə müharibənin 40-ı çıxdı. Belə müharibə nəticəsində ölən İranlıların da istəyir, sabiq ali rəhbərləri, indiki Müştəbə Xamneyinin atası Əli Xamney olsun, istərsə də digər generallar, Sepah komandanları, ordu generalları, elə Milli Təhlükəsizlik Şurasının baş katibi olsun, Baricanı olsun, yaxud digərləri çox saylı İran itkilər və belə köhnə qvardiyalar demək olar ki, demək olar ki, hamısı öldürüldü ünvanlı hücumlar nəticəsində. İndi isə Amerika Birləşmiş Ştatlarının prezidenti seçki qabaq kampaniyasında vəd verdiyi şeylərə köklənib daha çox. Yəni onlardan biri də Amerikanı qızıl yüzilliyinə, qızıl əsrə qaytarmaq məsələsi, yəni ən yaxşı yaşayan vaxtları falan vədləri var və insanlar qayğısı Amerika inkişaf etmiş formada olsun deyə İrandan zənginləşdirilmiş uranları alsa, müəyyən şeylərdə udmuş, qabağa düşmüş olur Donald Trump, Hörmüz boğazı açılsa və İranla müştərək nəzarət razılaşdırılsa, çünki ancaq İrana veriləsi bir boğaz deyil, Hörmüz boğazı, nə olsun ki, İranın sahilləri daha çox düşür o boğaza və Fars körfəzinə keçid, o İranın nəzarətində deyil, ona düşən hissəsi var digər ölkələrdə, sözüm o deyil. Axır İsrailin Amerika Birləşmiş Ştatlarının hərsin, hücum bəlisinin halallığı bitirməyi bu ölkənin biraz nisbətən təklənmək kimi gəlir, təsəvvür edin. Başının üstündə Livan, Hizbollah, sağında Yəmən Husilər, nə bilim, başının üstündən sağının ortasında Həmas, Fələstin və bunun Yordan çayının qərb sahilində hal-hazırda məskunlaşdırma siyasəti aparması, müsəlmanların ilk qibləsi olan Qüdsdəki Əl-Aqsa məscidinin bağlanması və bu müsəlmanları hiddətləndirir. Amerika